Salam. AB paraleldir M, o da paraleldir CD olduqda ispat edək ki, 1 bölünsün X bərabərdir 1 bölünsün A üstə gəlsin 1 bölünsün B. Birinci, AB paraleldir. M'in şərtini götürüb. Biz burada üçbucaqların oxşarlığından istifadə eləsək, yaza bilərik ki, üçbucaq ABC, bax, AB M-nə paralel olduğuna görə, paralel düzəklərdə uyğun bucaqlardan bərabər. Bax, buradakı M bucağı, bax, bu bucaq, bax, bu B bucağına nədir? Bərabərdir. Bu M bucağı, buradakı nədir? A bucağına bərabərdir. Yəni ki, bu üçbucaq ABC oxşar olacaqdır. Üçbucaq ABC oxşar olacaqdır. Üçbucaq oxşarlığı yazanda uyğun bucaqları eyni yerdə yazmalıyıq. Yazacağıq nə? Burada A bucağına bərabər olan bu üçbucaqda hansı bucaqdır? M bucağı. Yazacağım üçbucaq M. B-yə bərabər olan nədir? N, C. O zaman nisbətləri yaza bilərik. AB-nin nəyə nisbəti? AB-nin M-nə olan nisbəti bərabərdir. BC-nin nəyə nisbəti? NC-yə olan nisbəti. Buralara da bu B-nə bir Y, C-nə də bir Z desək, o zaman yazırıq. AB nədir? A bölünsün. M nədir? X bərabərdir. BC-miz nəyə bərabərdir? Y üstə gəlsin Z bölünsün NC. NC-miz də nədir? Z-dir. Burada kəsri toplananları ayırsaq, A bölünsün X bərabərdir. Olacaq nə? 1 üstə gəlsin, Y bölünsün Z. Bu biri sol tarafa keçirsək, A bölünsün X bərabərdir. Daha doğrusu çıx 1 bərabərdir. Nə tapırıq? Y bölünsün Z. Eyni qaydada biz ikinci şərtdə CD paraleldir. M-in şərtini nəzərə alsaq, CD paraleldir. M-in şərtini nəzərə alsaq, bu zaman biz hansı üçbucaqların oxşarlığını yaza bilərik? Bax, üçbucaq BCD oxşar olacaqdır. Üçbucaq BM-nə yazıram burada. Üçbucaq BDC oxşardır. Üçbucaq hansı üçbucağa? BM-nə. Üçbucaq BM-nə. Bu zaman nisbətləri yazsaq, alırıq BD-nin nəyə nisbəti? BM-ə olan nisbəti bərabərdir. Məsələn, DC-nin nəyə nisbəti? M-ə olan nisbəti. BD-miz verir, o zaman o birisini yazaq. BC-nin də nəyə nisbətini yazarıq? BC-nin də BE-nə nisbətini yazarıq. Yaxşı. Bizə nələr verilib? DC. DC nədir? B. M-in nə qədərdir? X bərabərdir. BC-miz nə qədərdir? Y plus Z. BN-imiz nədir? Y. Burada da kəsri toplananları ayırsaq, burada alacaq nə? 1 üstə gəlinsin, Z bölünsün Y. Buradakı biri də sol tarafa keçirsək, o zaman B bölünsün X üçün də, B bölünsün X çıxılsın 1 də bərabərdir nə tapırıq? Z bölünsün Y tapırıq. Z bölünsün nə? Y. Bunları tərəf-tərəfə vursaq, o zaman nə alırıq? A bölünsün X çıx 1 vurulsun, B bölünsün X çıx 1 bərabərdir. Y bölünsün Z-i, Z bölünsün Y-ə vursaq, ixtisar gedəcək, nə alacaq? 1. Sonra bu bərabərliyi tərəf-tərəfdən X kvadratına vursaq, o X kvadratın tərkibindəki X vuruğundan birini buna, birinə buna vurar. X-i bura vuranda nə qalacaq? A çıxılsın X. O ikinci X-i də bura vuranda alır B çıxılsın X. Bərabərdir X kvadratına vurmuşdur da. Bərabərdir nəyə? X kvadratına. Mötərizələri açıb, oxşar həlləri islah eləsək, X kvadratlar gedəcəkdir. Orada nə qalacaq? A, B, çıx nə? AX, çıx BX, çıx AX, çıx BX. Bərabərdir nə? Burada da çıx X, üstə gəl X kvadrat olur, onlar da islah olunur, bərabərdir 0. Bunu da sağ tərəfə keçirsək, mənfi AX-dən mənfi BX-i sağ tərəfə keçirsək və X-i mötərizə xaricinə çıxarsaq, o zaman alırıq ki, A üstə gəlinsin B, vurulsun X, bərabərdir nəyə? AB. X-i buradan tapsaq, X bərabər olacaqdır.
AB bölünsün A üstə gəlinsin nə? B. X'i tapdıq. Axı burada 1 bölünsün x'dir. O zaman 1 bölünsün x'imiz nəyə bərabər olacaq? 1 bölünsün x'imiz bərabər olacaqdır. X buna bərabərdirsə 1 bölünsün x'imiz nəyə bərabər olacaq? A plus B bölünsün nə olacaqdır? AB olacaqdır. Burada da kəsri toplananlara ayırsanız olacaq nə? A bölünsün AB, üstə gəlinsin B bölünsün AB. Oradan A'lar xısar gedəcək, qalacaq 1 bölünsün B, üstə gəlinsin 1 bölünsün A.